Değil, yavaş yavaş başlasınlar gəlir. Hə. Kaldım hemen çağırdım. Demişəm, xalqın əmri dedim ki, vaxtım olsa, iştirak edəyəm. Burada sizə stollar mənimlə qoymuşum, istəyirsiniz, buradan əyləşin. Yox, bu istəyirəm qabağı yaxşı görəm. Hə, yaxşı. Başlayaq. Sonra örgütmək olmasın. Başlayanda elə başlamaya da, nə qədər də o çəkir deyir 45 dəqiqanı. Hə, çəkir. Sözcə çəkir. Çək qoy nə qədər düşür, indi sordu uşaqlara, bəlkə də bir balaca biz. Bir də hər şeyləri yardımcılar üçün yığardılar. Başlayaq uşaqlar. Məndə heç nə daha kağız puluzla çıxartmamışam, bilirsiniz ki, hər nə qızardıcılığını bilir. İndi başlayaq. Əzizim Lala dağı, böyüyüb bala dağı, cəmi yarasa ağalar, sağalmaz bala dağı. 1990-cı il yanvar ayının 19-unda Nemsinə keçən gecə bizim xatirəmizdə dəhşətli faciəli bir yanvar gecəsi kimi qalır. O gecə çox igidlərimizin qanı axıdıldı. Günahsız körpələrimizin, ana bacılarımızın həyatına son qoyuldu. Bakı güllə boran edildi. Azğın Sovet ordusu vəhşicəsinə avtomatlarla, pulemyotlarla, tanklarla sanki bizdən yanıqlıymış kimi şəhəri hər yandan binaları avtomat atəşinə tutub maşınları tanklar altına alaraq ana vətənimin gözəl paytaxtı olan gözəl Bakını xarabazara döndərmək istədilər. Lakin vətənpərvər oğullarımız öz əqidəsindən dönmədiyini görüb bir neçə gündən sonra öz qınlarına çəkildilər. 20 yanvar şəhidlər üçün Bakının ən yüksək yeri olan Dağüstü Parkda abidə salındı. Orada uyuyan şəhid həmyerlilərimiz bizim xatirəmizdə, bizim qəlbimizdə daim yaşayacaqdır. 20 yanvar günü, boran günü, qar günü, bağış yağı bağışı, yağış güllə yağışı, tökülən insan qanı, tökən əsrin insanı, coşan insan dənizi, solan insan bənizi, üzlərdə sonsuz kədər, gözlərdə qayğı qəhər. Çalxandıqca çalxanır könüllər qəm içində, Bakı yas içindədir, Bakı matəm içində, millətimin dar günü, anaların üzündə qanla açılan şirim, ataların başında çaxan şimşək yıldırım. Bacıların qəlbində sağalmaz qardaş dağı, qardaşların gözündə qan oldu, qan ucağı, ölüm dalınca ölüm, qandı çiçəyim, gülüm, qandı əllər dodaqlar, qandı dişlər dodaqlar, çatılan qaşlarda qan, yolunan saçlarda qan, ayaqda qan, başda qan, torpaqda qan, daşda qan, yanaqlardan yaş gedir, kipriklərlə içində, Bakı dərd içindədir, Bakı matəm içində. Bu göylər dözmədi insan ağına, baxanda gözlərim dəm günahına. Bu vətən dediyim haqq dərgahına, qərənfil yağışı yağır ilahi. Bu torpaq tərpənir qəm təməlinə, qəlbimə od düşür alov dilində. Ah çəkən ananın əsən əlində, qərənfil yağışı yağır ilahi. Uçan bir mələyin lələyində də, od saçan bu topun lüləyində də, yetim bir körpənin bələyində də, qərənfil yağışı yağır ilahi. Titrəyir əllərim toxunsun gülə, titrəyir əllərim toxunsun gülə, ələnir gözümdən qəm gilə-gilə, bəlkə şəhidlərin ruhudur bilə, qərənfil yağışı yağır ilahi. Özün təsəlli ver, özün ayana, günahsız şəhidlər bulandı qana, məbədim beşiyim Azərbaycana, qərənfil yağışı yağır ilahi. Bu odlar yurdular qəm sındırmağa, bu yatmış ruhları oyandırmağa, bu axan qanları dayandırmağa, qərənfil yağışı yağır ilahi. Demə vətən batdı oğul qanına, əhsən bu torpağın bu üsyanına, müqəddəs şəhidlər xiyabanına, qərənfil yağışı yağır ilahi. Oddan yaranmışdı odlar diyarı, arzular ürəkdə qalmasın bari. Müqəddəs torpaqdan gəl bu ruhları, çağır dərgahına, çağır ilahi. Qərənfil yağışı yağır ilahi. Şəhidlər xiyabanı, dilə gəlir məzarlar, axı biz neyləmişdik? Dilə gəlir məzarları seyr edən, solğun üzlər, nəzərlər, axı biz neyləmişdik? Bu ittiham
səslənir. Onların yetim qalan körpə balaların. Dünyadan haqq istəyən göz yaşında səslənir. Axı biz neyləmişdik? Bu ittiham, bu sual bağrına dağ çəkilən qocaman millətin dodağında səslənir. 13 yaşlı körpə bala, yazıq anan necə dözsün bu kədərə, bu məlala. Məzarının baş ucunda kuklan da var. Bugün layla çalmalıyken sən kuklana, kuklan sənə laylay çalar. Sən özün də kukla idin, bu dünyanın da əvvəlini, axırını heç bilmədin. Kim kuklaya güllə atar, atan oldu. İnsanlığı, mərhəməti, ədaləti, həqiqəti bir qərəzə satan oldu. Anan asmış dərs çantanı, məzarının baş daşına. Axı niyə hay vermirsən, səni dərsə haraylayan yoldaşına. Sənin adın dostlarının dil əzbəri, qızım axı səni gözlər çoxdan bəri. Açmadığın kitabların, dəftərlərin, səni gözlər partandakı o boş yerin. Nə bəlkə oldu yuxun sənin, ataların ah naləsi, anaların şümən səsi. Sığmır göyə, sığmır yerə, söylə niyə uyanmadın bu haraya, bu həşirə, övladıydın iki xalqın. Bu dostluğa mən də uydum, sən də uydun, sən dostluğun simvoluydun. Bunu da mı bugün bizə çox gördülər, elə bil ki səninlə bir bu dostluğu öldürdülər. Dözməyib qatilin kəsakəsinə, İlham çölə çıxdı güllə səsinə. Gördü qırha qırdı, gördü vurha vur, tanklar adamların üstünə cımır. Bağırdı, saldatlar neylərsiniz? Ax onlar ilə siz də birsiniz. Ax o adamlar silahsızdırlar. Saldatlar daha da coşub qızdılar. Bu sözlər İlhamın son söz oldu. Ona da bir güllə, o da vuruldu. Qatil gülləsinə qurban gedərkən gözünü sabaha dikdi şəhidlər. Üç rəngli bayrağı öz qanlarıyla vətən torpağına çəkdi şəhidlər. Zalım öyüm nəsil zülümləri ilə, min bir torpağıyla, min bir şəri ilə, həqiqət uğrunda ölümləri ilə ölümü kamına çəkdi şəhidlər. O şənbər gecəsi, o qətl günü mümkünə döndərdi çox namümkünü. Xalqın qəlbində qorxu mümkünü o gecə dağıdıb sözdü şəhidlər. Baxıram dünyanın bu gəlişinə, dəli bir ağlamaq keçir çölündən. Fələk baş verdi namərd işinə, dəli bir ağlamaq keçir çölündən. Torpaqda haqqı var axan qanında, bir nəlin qolların düşüb yanında. Müqəddəsdir şəhidlər xiyabanında, dəli bir ağlamaq keçir çölündən. Yanmadım ömrümdən keçən illərə, baxıram məzarında solan güllərə, söykəyib üzümü qərənfillərə, dəli bir ağlamaq keçir könlümdən. Dünyanın sükutu bu daş qəfəsdə, köksümdə qərb edib hıçqırıq səsdə, toy libası giymiş bu qəbrin üstə, dəli bir ağlamaq keçir könlümdən. Bu qəlbim o vurmaz sınaq saz kimi, dərd gülə-gülə gəldi yaz kimi, Allaha, Tanrıya etiraz kimi, dəli bir ağlamaq keçir könlümdən. Göz yaşından ehsan olmaz şəhidlər, oğul gedər, vətən qalar, el qalar. Ağlamayın, ağlamayın igidlər, namərd kimi dörd vətəni baltalar. Dünyanın ən böyük möcüzəsidir, bu ulu torpağın müqəddəsliyi, insanın əbədi abidəsidir, müqəddəs birliyi, vətən birliyi. Vətən torpağıdır haqqın dərgahı, vətənsiz ruhlar da düşərdi dərgin. Allah qarğışıdır şəhidin ahı, torpağı, sətanı tutacaq bir gün. Əgər şəhid varsa, demək vətən var. Şəhidlər dünyada ən böyük haqdır. Ölümdən qorxmayın sizə yağullar. Ruhlar bu torpağa qayıdacaqdır. Toy günü bu ruha and içən bir qız. Elə şəhidlərin dediyi haqdır. Nə yaxşı dünyada müqəddəs vətən, nə yaxşı müqəddəs antelimiz var. Yox, acımıram bu ölmə mən, namuslu oğullar şəhid doğullar. Düşmənə qardaş dedi, başımıza daş düşdü, bizi qırıb çatdılar, yaman qaçaqaç
Dostça tanışaqla, Səslənir cilovunu, qızmış atanı saxla. Başı kim, ayağı kim, daha seçə bilməzsə, itib olsan da, necə kəsib bilməzsə. 19 yanvarda doğum evləri ölümdən, qırğından xəbərsiz idi. O gecə Bakıda axşamdan bəri ölüm ilə həyat üzbəüz idi. Güllə səslərini, çağa səsləri batırdı o gecə, şükür Allaha. Doldu şəhidlərin boşalan yeri, naşükür olmayaq, vallah bir daha. Gedən oğulların axan qanları, əvəzi su səpdi yanan qəlbimə. O şənbə gecəsi doğulanların 10-dan 9-u oğlanmış demə. Şəhid bundan gözəl ad olar. Şəhid bundan ali rütbə mi var? Şəhidlər xiyabanı bundan gözəl yer olar. Qərənfil, bundan gözəl qızmı ağlar, sərlər şəhid qəbri üstə. Qərənfil şəhid qadı, ağla qərənfil ağla, ağla illət meydanı, ağla qərənfil ağla, cavanlara qıydılar, tanklar atda qoydular, qanını içib doydular, ağla qərənfil ağla. Bu tökülənmiş şirlərə, bu arxasız ərlərə, bu günahsız hərlərə, ağla qərənfil ağla, bu günahsız qullara, bu didilmiş canlara, bu cansız davanlara, ağla qərənfil ağla. Bu qara yazılara, bu körpə quzulara, quruyan arzulara, ağla qərənfil ağla, xeyrə şər üstün gəldi, iniltili gün gəldi, ağlamalı gün gəldi, ağla qərənfil ağla. Şəhidlərimizin ruhu bizdən çox uzaqlarda bizi gözləyir. Allah şəhidlərimizin məzarları sabaha uzanan qollarımızdır. Allah onlara rəhmət eləsin, qəbirləri nurla dolsun. Bugünkü hazırlığınıza görə, şəhidlərin ruhunu yad elədiyinizə görə sizə öz təşəkkürümü bildirirəm. Siz bilməlisiniz ki, həmin o şeirlərdə dediyiniz kimi, sizin həm yaşıtlarınız, Larisa, ondan sonra bugünkü gündə məhəbbət simvoluna çevrilən İlham, Ərizə və digər bizim alimlərimiz, orada fəhlələr, alimlər, elm adamları, bütün tələbələr, onlar hamısı bizim bugünkü müstəqilliyimiz üçün öz canlarından keçiblər. Sizin bugün burada rahat oturub, məktəbdə təhsil almağınız üçün öz gəncliklərini qurban veriblər. O, həmin 20 yanvar hadisələrinin Gülşən müəllimədə, mən də canlı şahidləriyik. Ona görə də o 20 yanvarın insan bir şey gözlə görəndə onu daha çox təsəvvüründən silə bilmir. O 20 yanvar haqqında danışanda heç vaxt mən sakit danışa bilmirəm. Çünki həmin həqiqətən də o azmış Sovet ordusunun əskərləri şəhərə o günə salmışdılar ki, səhər duranda yuxudan 19-undan 20-sinə keçən gecə ki, o faciəni törətdilər. Tezdən durub şəhərə baxanda insan dəhşətə gəlirdi. Bütün binaların, balkonlarının hamısından qara bayraqlar asılmışdı. Bütün qapılardan qara bayraqlar asılmışdı. Bütün o şəhidlərin qanı tökülən yerlərə bir gecənin içində o qədər qərənfili hardan tapmışdılar, kim toplamışdı, kim gətirib sərmişdi o şəhərin küçələrinə. İnsan dəhşətə gəlirdi. Saldatlara baxırdın, elə bildim ki, həqiqətən bunlar insan qanına susamış vəhşilərdir. Üzünə baxırdın, səndən həm yaşıddılar, amma qorxurdun ki, ay aman, bunlar hər dəqiqə mənim xalqımın, mənim vətənimin hər hansı bir oğlunu öldürə bilər. Anaya, bacıya, uşağa, böyüyə heç onlar amansızcasına rəhm eləmədən tapdalayıb üstündən, meydinin üstündən keçə bilirlər. Amma həqiqətən bu bizim şərəfli tariximizdir. Çünki bircə şeyə fikir verin. Bütün dünyada hegemonluq edən ölkə rəhbərləri Azərbaycana qonaq gələndə, hansı ki o ölkələrin qarşısında heç bir digər ölkə baş əymir. Ancaq onlar gedir şəhidlər xiyabanına. Həmin ölkələrin başçıları şəhidlərin məzarları önündə baş əyirlər. Bütün dünyanı o şəhidlər öz qarşılarında baş əydirə biliblər. Elə bu bizim bugünkü qələbəmizdir. Mən sizin hamınıza həmin o şəhidlərdəki məğrur ruhu arzulayıram. Həmin o şəhidlərdə olan vətən sevgisini, vətənpərvərliyi arzulayıram. Və siz
öz təhsilinizlə, öz gələcək vətənə olan sevginizlə o şəhidlərin qanını yerdə qoymamalısınız. Dövlətin yeniyetmələri, dövlətin siz bu şəhidlərin davamçılarısınız da, onların davamçıları nə qədər savadlı olarsa, o qədər də onların qanı yerdə qalmaz. Siz öz savadınızla, intellektual səviyyənizlə onların qanını yerdə qoymayasınız, onların qisasını alasınız. Bugünkü gündə onlar tək bir ananın, bir atanın şəhidi deyil, onlar bizim hamımızın şəhidləridir. Ona görə mən bütün Azərbaycan xalqına başsağlığı verirəm. Allah şəhidlərimizə rəhmət eləsin, ruhu şad olsun və sizə də arzu edirəm ki, onların adını həmişə uca tutub, şəhidlərin adına layiqli övlad kimi böyüyəsiniz. Mən istəyərdim ki, tarix müəlliminiz Üsalə müəllimə də bu haqda sizə bir qalancı məlumat versin. İnşallah bu həqiqətən də bizim qan yoldaşımızdır. Bu, əgər bir dövləti yaşadan təhsili, mədəniyyəti və uğrunda ölən varsa vətəndir, şəhidləridir, onu müdafiə edən, onu qoruya bilən oğullarıdır ki, onlar şəhidlik zirvəsində ucala biləcək qüvvəyə, daxili qüvvəyə və yaxud da öz deməli, o qəhrəmanlıqlarına bacaran insanlardır. Bir dövləti dediyimiz kimi yaşadan onun oğullarıdır, onun övladlarıdır, istər qız, istər oğul. Yəni şəhidlik zirvəsinə qalxa biləcək övladlarıdır ki, 20 yanvar günündə bizim övladlarımız o qələbəni, bugünkü müstəqilliyimizi məhz o günə borçluyuq uşaqlar. 25 il Azərbaycan müstəqildir, məhz o günə borçluyuq. Onlar o dövrdə öz canlarını, o övladların qarşısına sipər eləməsəydilər, biz bugün hələ də bir Rusiya və yaxud da başqa bir dövlətin boyunduruğu altında olardık. O dövrləri mən də canlı yaşadım, düzdür. Mən o zamanlar Bakıda oxumurdum, hələm tələbə məktəbdə oxuyordum. Bir gün səhər dərsə gələndə gördük müəllimlərim sinifə girmir. Getdik, baxdıq müəllimlər otağına ki, müəllimlər mühkəm ağlaşırlar. O ana ağlayanda uşaq necə həyəcan keçirir? Müəllim bizim həyatımızda odur. Biz o dərəcədə həyəcan keçirdik ki, görürsən nə olub ki, müəllimlər bu cür ağlayır. Müəllimlər otağı çox dəhşətli vəziyyətdə idi. Onda biz bildik ki, ölkəmizə qətliam ediblər, ölkəmizi dağıdıblar, bizim bütün insanlarımızı qırıblar 20 yanvarda. O dövrlər bizim ölkəmizin şanlı tarixidir uşaqlar. O dövrlər bütün ölkə ayağa qalxmışdı, müstəqilliyini istəyirdi. Həftələrlə küçələrdə yatırdı xalqımız, bayramlardan minlərlə insan gedirdi, o üsyanlara qatılırdı ki, öz dövlətini heç nə istəmirdik başqa dövlətlərdə. Bizim istədiyimiz oydu ki, öz dövlətimizin müstəqilliyini qazanaq, başqa dövlətlər bizdən əl çəksinlər. Və bu dövrlərdən də elə onların şəhidlərinin, o şəhidlər qanlarını tökmədə bizim bu müstəqilliyimizi, bugünkü müstəqil dövlətdə yaşamağımızı bizə verdilər. Allah onlara rəhmət eləsin. Allah onların yerlərini cənnət eləsin. Sağ olun. Uşaqlar, 20 yanvar şəhidlərinin il dönümünə həsr olunmuş bu birinci ay görə bir daha məktəb rəhbərliyi adından, öz adından, müəllimlərimizin adından sizə təşəkkür edirik və bugünkü tədbirimizi bundan da bağlı elan edirik. Çox sağ olun uşaqlar. Rüşən müəllimlərin təsirləridir. Bu günlərə qədər Həqiqətən çox dəhşətli o günləri, o yaşayan bizim uşaqlar, üstün olanlar neçə gün ancaq qəbir qazmağa getdilər. Neçə gün, saqiqqa verirsən. Ancaq ki, qəbir qazmağa getdilər ki, ayağım bilinmir ki, kimin qolu hardadır, kimin qılçı hardadır, hamıya ama bütün o meyitlərin hamısına öz doğman kimi yaxınlaşırdı. Bilirsiniz, elə qəbirlərimiz var ki, uşaqlar qazıldı. Hər qəbir qazıldıqca biz tələbə idik, oxuyurduq. Gedirdik, qəbirə baxırdıq ki, görən kimin qəbridir. Amma elə qəbirlər var ki, kiminsə qolu, kiminsə ayağı, kiminsə başı. Bir kütüy qəbir orada tam şəkildə çox az tapardı. Tankın altından nə çıxardı uşaqlar? Görürsünüz tankın sitqalı dəmir təkərlərini. Onun altından nə çıxa bilərdi? Özde təkcə 19'undan 20'si keçən gecə olmadı. 20'si də oldu. Ondan sonra 25'ine qədər hər gün şəhid verir. gözlərinə görən, o görünən cavan uşaqları öldürür. Bütün şəhərlər tanklarla doludur. Deyərəm ki, 10 addımdan bir tanklar düzülüb, yanında Rus saldatları hamısına. Heç sən ixtiyarın olmazdı ki, bir addım ona yaxınlaşıb nəsə deyəsən, yox. Elə şey yox idi. Ona görə də yaxınlaşdığından atırdı. Orada da məhv olurdu.
ya gərək sakitcə keçə biləydin, ya gərək biləydin sən. biləydin Hələ sən. Ya da onlara gərək bizimkilər çörək verirdi, su verirdi. Tankın lülələrinə çiçək taxırdı uşaqlar. Qanmırdılar axı. Ancaq bəzən aparırsan çörək vermək, o başa düşmür ki, nəyə gedirsən. Elələrin də güllələmişlər. Elə bilirdilər ki, yəqin bunu çox gəlib sonra nəsə bu vermək hava, istəyir. çox hava da elə bir qanadlıydı. Çox pis hava var idi. Çox soğuq. İnsanlar ruhen ölmüşlər, qalanlar. Həmin gün qaranlıq idi elə bil. Bəli, səhər-səhər də elə bilirdin ki, gecən qaranlığı idi. Çox pis ay uşaqlar. Mən də öz adıma sizə çox təşəkkürümü bildirirəm. Günzalə müəllimənin əziyyəti sayəsində bax bu kompozisiya qurulub, sizin şamlarınız, çiçəkləriniz, hamısı çox sağ olun uşaqlar. Əziyyət çəkmisiniz sizlər. Borçludular. Onu yad eləmək hər birimizin borcudur. Unutmamışıq. Hamımızın. Unutmayalım. Sağ olun uşaqlar. Sağ olun. Sağ olun uşaqlar. Şamları da söndürün ki, havanı